Да это вы нарисовались, а мы здесь были. Qarşınızda BMW E38-in ən pik versiyası, Azərbaycanda cəmi bir ədəd olan qara 760 V12 L7. Təkər üzərində işgüzar danışıq məntəqəsi olan bu avtomobil o dövrün ən əlçatmaz maşınlarından idi. 90'ların qaranlıq küçələrin kralı və 90'ların qorxu siması. O illərdə ən səskülü yerdə belə öz gəlişi ilə qəbirsanlıq sükutu yaratmağı bacaran legendar siluet. E38 L7 statusun tərcüməyi halıdır. Hörmət tələb etmir, o hörmətin özüdür. Bir çox filmlərin əsas qəhrəmanı olan BMW E38 7-ci seriyanın bir dəfəlik nöqtəsini qoyan bir avtomobil. L7 ölçünün vacib olduğunun bariz nümunəsidir. Belə maşınları təsadüfi almırlar. Belə maşınlara ruhən böyümək lazımdır. Salonda sözlə yox, baxışla qərar verilən insanların bir abu havası var. Burada emosiya və uzun-uzadı bəhanələrə yeri yoxdur. Yalnız fakt, rəqəm və nəticə. Belə əfsanəvi mühərriklərin uzun müddətli yaşaması üçün onlara düzgün yağ və mayelərdən istifadə etmək lazımdır. Alman keyfiyyəti olan YTEC. У меня нет проблем. Maşın satılır, qiyməti 135 min dollar. Maraqlıdır, mənimlə əlaqə saxla. Başqa yerdə axtarma onsuz da yoxdur. Tək-tük maşından videosunu istəyirsənsə səhifəyə abunə ola bilərsən. Həmişəki kimi sizinlə Baku Style.